Salam əziz izləyicilər, bugün biz sizə danışırıq bağlayıcı haqqında. Cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Bağlayıcılar təkcə sözləri, mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri deyil, ayrı-ayrı müstəqil cümlələri, baxaq, abzasları, hətta mətnin müxtəlif hissələrini də bir-birinə bağlaya bilir. Sintaktik vəzifəsinə görə bağlayıcılar iki qrupa bölünür. Baxın, sintaktik vəzifəsinə görə biz bunları iki qrupa bölürük. Tabesizlik bağlayıcıları və tabelilik bağlayıcıları. Tabesizlik bağlayıcılarının iki işlənmə yeri vardır. Sadə cümlənin həmcins üzvlərini bir-birinə bağlayır. Ümid və Orxan məktəbə birlikdə getdilər. Yəni, biz burada deyə bilərik ki, bunlar cümlə üzvlərini bağlamağa xidmət edir. Yəni, sadə cümlənin həmcins üzvlərini bir-birinə bağlayır. Və ikinci, tabesi mürəkkəb cümlələrin tərəflərini bir-birinə bağlayır. Mən çox dedim, amma o eşitmədi. Baxın, mən çox dedim, bu bir cümlə. Amma o eşitmədi, bu cümləmiz bu tərəfdə qalıb, o eşitmədi, bu da bir cümlə. Amma iki cümlənin arasında gəlib və iki cümləni bir-birinə bağlayıb. Yəni, iki sadə cümlə birləşib, tabesiz mürəkkəb cümlə əmələ gətirib. Və tabelik bağlayıcıları. Bunların isə bir işlənmə yeri vardır. Bu da yalnız tabeli mürəkkəb cümlələrdir. Yəni, tabelik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlələrdə işlənir və onların tərəflərini bir-birinə bağlayır. Bildiklərini təkrar et ki, yaddan çıxmasın. Bildiklərini təkrar et. Bir cümlə. Ki, burada ortada gəlmiş sözdür. Yəni, bağlayıcımızdır. Yaddan çıxmasın. Bir cümlə. İki cümləni bir-birinə bağlayır. Bunlar artıq tabeli mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlamağa xidmət edir. Mən iclasa gecikdim. Baxın, bir cümlə. Dərsim var idi. Bir cümlə. Çünki bunları bağlamağa xidmət edir. Bu da tabeli mürəkkəb cümlədir. Növbəti dərslərimizdə mürəkkəb cümlə, tabesi mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə haqqında geniş məlumat alacağıq və orada biz yenə bağlayıcı məsələsinə toxunmuş olacaq. Danışaq bağlayıcıların quruluşca növlərindən, sonra isə məna növlərindən. Deməli, quruluşca növlərinə baxsaq, bağlayıcılar quruluşca sadə və mürəkkəb olur. Bir sözdən, bir tərkib hissədən ibarət olanlar sadədir. Bunlara aiddir. Müxtəlif nümunələrə aid ola bilər. Burada qeyd olunub və, lakin, hərçənd, həmçinin və s. Baxın, hərçənd sözü sadədir. Hər söz var, amma çənd sözü yoxdur. Bu bütöv bir sözdür və yaxud da həmçinin, həm sözü var, amma çinin sözü yoxdur. Bu bütöv bir məna ifadə edir. Həmçinin sadə bağlayıcı hesab olunacaq. Mürəkkəb bağlayıcılar isə bunlar bitişik və ayrı yazıla bilir. Bitişik yazılanlar əsl bağlayıcı hesab olunur. Bunlara aiddir hərgah, nəinki, habelə, halbuki. Baxın, hərgah, burada biz iki sözün birləşməsini görürük. Nəinki, yenə nə və kini görürük. Ha və belə sözünün birləşməsini görürük. Halbuki üç sözün birləşməsindən yaranıb hal, bu və ki sözlərinin. Və ayrı yazılan deməli, tərkibi bağlı mürəkkəb bağlayıcılarımız var. Bunlara aiddir məsələn həm də, belə ki, istərsə də və yaxud sözün elə özü, ya da, gah da və s. Bağlayıcıların məna növlərindən danışaq. Deməli, bağlayıcıların məna növlərində biz qeyd etdik ki, bizim tabesizlik və tabelik bağlayıcılarımız var. Tabesizlik bağlayıcılarımıza aiddir birləşdirmə bağlayıcıları və ilə və yaxud da lalə, inkarlıq bağlayıcıları, qeyd edirik. İnkarlıq bağlayıcıları nə, nədə, iştirak bağlayıcıları həm, həm də, da də,
Hətta, habelə, həmçinin, o cümlədən, o sıradan, eləcə də, özü də, bir də, nəinki və s. Bölüşdürmə bağlacılarına aiddir ya, ya da, gah, gah da, istər, istərsə, istərsə də və ya, yaxud və yaxud. Aydınlaşdırma bağlacıları, yəni bunlar tabesizlik bağlacılarının qrupu olan aydınlaşdırma bağlacılarıdır. Bunlara aiddir yəni sözü, yəni ki, məsələn və qarşılaşdırma bağlacılarımız var burada. Amma, ancaq, lakin, halbuki, isə, fəqət. Tabelik bağlacılarımıza isə aiddir səbəb bağlacıları, çünki, ona görə ki, onun üçün ki, ondan ötürü ki, o səbəbə ki və s. Şərt bağlacıları, əgər, hərgah, madam ki, indi ki, bir halda ki və s. Güzəşt bağlacıları, hərçənd, hərçənd ki. Baxın, biz burada sanki güzəştə getmiş oluruq. İndi birazdan nümunələrdə bunu qeyd edəcəyik. Və tabeliliyin aydınlaşdırma bağlacılarına aiddir ki, belə ki. Və burada qeyd olaraq göstərilib ki, tabelik bağlacıları həmcins üzvləri tabeis mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Həqiqətən də bu belədir. Bu cümlə üzərindən görmüş olacaq. Və qeyd edək də ilə, yəni lalə, qısaltılmış forması lalə bağlacısı mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Bəli, sırf həmcins üzvləri bağlayır. Məsələn, Həsən ilə Hüseyn qardaşdır. Qardaşdırlar olsun. Deməli, bunlar həmcins üzvləri bağladı. Yəni cümlə üzvlərini bağlamış oldu. Amma tabeis mürəkkəb cümləni bağlaya bilməz. Necə? Zəng vuruldu və dərs başlandı. Bu tabeis mürəkkəb cümlədir. Zəng vuruldu bir cümlə, dərs başlandı bir cümlə və tabeislik bağlayıcılardır. Amma görürsüz ilə bunun yerində işlənə bilmir. Zəng vuruldu, ilə dərs başladı deyə bilmirik. Yəni ilə bağlayıcısı və yaxud onun qısaldılmış forması lalə tabeis mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Sırf nəyə bağlayır? Həmcins üzvləri. İndi danışaq nədən? Bağlayıcılarda vergülün işlədilməsi. Elə nümunələrimizə də oradan baxaq. Deməli, cümlədə təkrar olunan nə, gah, həm, ya, istər bağlayıcılarından əvvəl, baxın, bağlayıcıdan əvvəl, lakin birincidən başqa vergül qoyulur. Gah yağış yağır, gah da dayanır da. Bunlar təkrar olunublar. Baxın, gah, gah da. Düzdürmü? Deyir ki, birincidən başqa, yəni bu birinci gah sözünə toxunmadım. Digərlərindən əvvəl, yəni ikinci gah da sözündən əvvəl vergül qoyulur. Gah yağış yağır, burada fasilə var, dayanıram, intonasiya var. Gah da dayanırdı. Yəni birincidən başqa, digərlərindən öncə, onlardan əvvəl vergül qoyuruq. Bir gün ya sən gələcəksən, ya da o. Baxın, ya. Burada vergül qoymamışıq. Vergülü harda qoymuşuq? Ya da sözündən əvvəl. Yəni, birincidən başqa digər bağlayıcıdan əvvəl. Tədbirdə həm müəllimlər, həm də şagirdlər iştirak etdilər. Vergülü hara qoyduq? Birinci həm sözündən sonra yox, ikinci həm sözündən əvvələ. Əzizim, nə sən bizi yor, nə də biz səni incidək. Nə də inkar bağlayıcısını görürük. Yenə təkrar olunan bağlayıcıdır. Birincidən başqa, digərlərindən əvvəl vergül qoyuruq. Bura istər özün gələrsən, istərsə də onu göndərərsən. Yenə eyni qayda. Birincidən başqa, digərlərindən əvvəl vergülü qoymuş oluruq. Davam edək. Cümlənin içərisində amma, ancaq, lakin qeyd edək burada
hətta, habelə, yəni o cümlədən, həmçinin, halbuki, çünki, yoxsa, ona görə ki, ondan ötürü ki bağlayıcılarından əvvəl vergül qoyulur. Əvvəl. Bura gəldi, amma onu görmədi. Baxın, ammadan əvvəl vergül qoymuşuq. Dərsə getmədi, çünki xəstə idi. Çünki sözündən əvvəl vergül qoymuşuq. Hamı o cümlədən, yeni gələnlər də burada idi. O cümlədən sözündən əvvəl vergül qoymuşuq. Dostum, yəni anar bura gələcək. Yəni sözündən əvvəl vergül qoymuşuq. Cümlədə təkrar olunan, baxın, təkrar olunan dadə bağlayıcılarından sonra sonuncudan başqa vergül qoyulur. Məsələn, xalqın gözü də, qəlbi də, vicdanı da sənsən. Biz burada virgülü harda qoyuruq? Dadələrdən sonra nə zaman? Dadə təkrar olunub. Yəni burada sadalama intonasiyası var. Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən. Dadələrdən sonra virgül qoyuruq. Sonuncudan başqa. Yəni görürsüz burada vicdanı da sonuncu budur. Burada virgül qoymuruq da. Bu doğru bir iş deyil. Bunu buradan silək. Bizə alma da, armud da lazımdır. Baxın, armud da sözündən sonra qoymamışıq. Çünki o sonuncudur. Amma alma da sözündən sonra, dadədən sonra qoymuşuq. Yəni təkrarlanandan sonra qoyuruq, amma sonuncudan başqa. Ki bağlarısından sonra vergül qoyulur. Mən bilirəm ki, sən də gələcəksən. Baxın, ki burada bağlayıcı mövqeyindədir və özündən sonra vergül qoyulur. İntonasiya uyğun olaraq burada fasilə var. Əgər, madam, hərgah, indiki, bir halda ki, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Baxın. Burada nəyə diqqət yetirək? Kilər də var burada. Vergül həmin bu bağlayıcıların özündən sonra qoyulmur. Budaq cümlədən sonra qoyulur. Yəni, bunu sadə ifadə ilə desək, həmin cümlə, bu bağlayıcılar işlənən cümlə bitir. Sonra vergül qoyuruq, sonra növbəti cümlə gəlir. Və təbii ki, cümlənin sonunda da nöqtə, sual, nidə, hansı durğu işarəsi lazımsa o. Əgər getmək istəsə, gecikməsin. Baxın, biz vergülü əgər sözündən sonra qoymuruq təbii ki. İstəsə sözündən sonra qoymuşuq. Yəni, birinci cümlə bitəndən sonra. Bunun izahı budur ki, vergülü budaq cümlədən sonra qoyuruq. Bunlar tabeli mürəkkəb cümləsində, budaq cümlədə işlənən bağlayıcılardır. Şərt budaq cümləsi hesab olunur bunlar. Bunu silək. Və yaxud da, madam ki, sən də gəlmisən, baxın, burada dayanıram, fasilə buradadır. Keç içəri. Bəzən şagirdlərimiz abituriyentlərimiz yanlış anlayırlar. Müəllim, burada ki-dən sonra vergül qoyaqmı? Biz normalda ki bağlayıcısından sonra vergül qoyuruq. Biz ki bağlayıcısından sonra vergül qoyuruq. Bəli. Sadəcə olaraq, indiki, bir halda ki, hərçənd ki, madam ki, bu kilərdən sonra vergül qoymuruq. Vergülü harda qoyuruq? Həmin bu bağlayıcılar işlənən cümlədən sonra. Yəni, bunlar budaq cümlə hesab olunur. Vergülü də budaq cümlədən sonra qoymuş oluruq. Görürsünüz, kini burada, vergülü burada qoymaq olmaz. Çox yanlış bir işdir. Bunu buradan silək. Madam ki, sən də gəlmisən, vergül öz yerində doğrudur. Keç içəri. İndi ki, getmək istəyir, vergül, artıq burada cümlə bitir. Mane olmayın, bu da başqa bir cümlə. Hərçənd gecə idi, bu bir cümləmiz, vergülü qoyduq. Budaq cümlədir bu. Yenə də gedək, bu da digər cümləmizdir, baş cümləmiz. Budaq və baş cümlə haqqında biz tabeli mürəkkəb cümlə hissəsində, bəhsində geniş şəkildə danışacağıq. Dadə bağlayıcısı cümlədə təkrar olunmayanda vergül qoyulmur. Təbii ki, əgər dadə təkrar olunmursa, sadəcə bunun biri gəlibsə, vergülə ehtiyac olmaz. Bugün yağış da yağmışdı. Lakin mən desəm, bugün yağış da, qar da yağıb. Yağış da, vergül, qar da yağıb. Burada bayaq qeyd etdiyimiz təkrar olunan.
dadə bağlayıcısıdır. Amma dadə təkrar olunmazsa, təkrar olunmayanda vergülə ehtiyac yoxdur, vergül qoyulmaz. Bugün yağış da yağmışdı, vergül ehtiyac yoxdur. Belə ki, bağlayıcısından sonra vergül qoyulur. İndi vaxt az idi. Belə ki, hər gün işdə olurduq. Yəni ki, belə olmalıdır cümlənin sonu. Deməli, bu iki cümlənin birləşməsidir. İndi vaxt az idi bir cümlə. Belə ki, hər gün işdə olurduq. Bu da bir cümlə. Belə ki-dən sonra qoymuşuq. Vaxt az idi cümləsindən də sonra qoymuşuq. Bunun belə ki aidiyyatı yoxdur. Yəni bu əslində iki cümlənin birləşməsidir. İki sadə cümlə birləşib tabiri mürəkkəb cümlə yaradıb. İndi vaxt az idi. Bu bir cümləmizdir. Hər gün işdə olurduq yazaq. Olurduq. Aha, bu da bir cümlə. Belə ki, bizim tabirlik bağlayıcımızdır. Ondan sonra vergül qoymuşuq. Ondan qabaq da vergül qoymuşuq sadəcə. Niyə? Çünki iki sadə cümlədir. Yəni iki cümlə arasında təbii ki, vergül qoyulmalıdır. Sonra burada bizim qeydlərimiz var. ilə və yaxud onun qısaldılmış forması lalə həm bağlayıcı, həm də qoşma kimi işlənir. Bunları fərqləndirmək üçün diqqət yetirək nəyə? Mən bu fərqi deməzdən əvvəl adət etdiyimiz, vərdiş etdiyimiz fərqi deyəcəm. Əslində eyni yerə gəlib çıxır. Sonda bunları birləşdirəcəm. Baxın, ilə sözünün əvəzinə və sözünü verə bilirəmsə, bu olacaq bağlayıcı. Həsən ilə Hüseyn olacaq Həsən və Hüseyn. Kitab ilə dəftər stolun üstündədir. Kitab və dəftər stolun üstündədir. Bu oldu nə? Bağlayıcı. İlənin əvəzinə və verə bilmirəmsə, iləyə kim ilə, nə ilə sualını verirəmsə, olacaq qoşma. Həsən ilə getdim, Həsən və getdim deyə bilmirəm. Həsən ilə getdim, kim ilə getdim. Baxın, bu olacaq qoşma. Və yaxud da qələmlə yazıram, qələm və yazıram deyə bilmirəm. Deməli, nə ilə yazıram? Qələmlə yazıram. Bu da olacaq qoşma, vasitə alət bildirir. Burada qeyd olunub ki, ilə işlənən cümlənin xəbəri cəmdə olarsa, ilə bağlayıcıdır. Anar ilə Aydın gəldilər, bağlayıcı. ilə işlənən cümlənin xəbəri təkdə olarsa, ilə qoşmadır. Məsələn, Anar ilə Aydın gəldi, qoşma. Deməli, mən buna biraz aydınlıq gətirim. Deməli, xəbəri cəmdə olarsa, bağlayıcı, xəbəri təkdə olarsa, qoşma. Bu nə mənadadır? Anar ilə Aydın gəldilər. Gəldilər, biz burada lar-lər şəkilsini görürük. Xəbər cəmdədir. Deməli, bu bağlayıcıdır. Anar ilə Aydın gəldi. Bəzən şagirdlərimiz deyir ki, müəllim, niyə? Biz bura vəni verə bilirik də. Anar və Aydın gəldi. Bu niyə qoşma olsun ki? Elə bu bağlayıcı olsun da. Xeyr, biz burada düz iş görməmişik. Niyə? Diqqətli, mənaya diqqətli şəkildə qulağa fikir vermək lazımdır. Anar ilə Aydın gəldi. Baxın, Anar ilə Aydın gəldi. Vəni verə bilmirəm. Vəni versəm, gərək onu gəldilər edim. O da birinci halda olub. Baxın, olub nə? Gəldilər, olub bağlayıcı. Bu tərəfdə Anar ilə Aydın gəldi. Bu olacaq nə? Qoşma. Vəni verməyim doğru deyil. Çünki gəldi, xəbəri mən təkdə işlətmişəm. Və biz bunu qoşma kimi götürürük. Digər nümunələri şifahi edim. Bu isə burada yazılı şəkildə göstərilib. Burada biraz diqqətli olmalıyıq. ilə qoşulan söz sadalanarsa qoşmadır. Sən çıxdın qarşıma duzla, çörəklə. Bu deməli olacaq qoşma. Sonda mən ona aid deməli ayrıca bir qeyd yazacağam. Burada qeyd edəcəm nə demək istədiyimizi.
Sən çıxdın qarşıma, duzla, çörəklə. Burada lalələrin hər ikisi qoşmadır. Sonra belə bir şeir misramız var. Çiçəklərlə, güllərlə dolacaq bağım mənim. O da həmçinin çiçəklərlə, güllərlə dolacaq bağım mənim. Burada lalələrin hər ikisi olacaq qoşma. Ki həm bağlayıcı, həm də ədat kimi işlənir. Bunları fərqləndirmək üçün diqqət edək. Ki cümlənin sonunda işlənirsə ədatdır. Mən bunları bilmirəm ki. Baxın, bu olacaq ədat, sonda işlənib. Ki cümlənin ortasında işləndikdə özündən əvvəl xəbər gələrsə bağlayıcıdır. Yəni iki cümləni bağlayırsa. Cəmil bilir ki, bunları o edəcək. Cəmil bilir. Bu bir cümlə. Bunları o edəcək. Bu da mənim bir cümləm. Ki iki cümlənin ortasında gəldimi? Bəli. Və xəbərdən sonra gəlir. Özündən əvvəl xəbər gəlir. Düzdürmü? Yəni ki'dən öncə bilir sözü gəlir. Və burada ki'ni biz götürəcəyik bağlayıcı. Məqsədim budur ki, hamı qalib gəlsin. Bu da bağlayıcıdır. Məqsədim budur. Bir cümləmdir. Hamı qalib gəlsin. Bu da mənim bir cümləmdir. Ki aralarında gəlib olub bağlayıcı. Deməli, ki iki cümlənin arasında gələrsə və belə deyək də, xəbərdən sonra gələrsə, bilir sözündən sonra burada gəlib, baxın, budur sözündən sonra gəlib. Yəni şəxs xəbərli şəkilsini biz burada görürük. Cümlənin xəbəridir bunlar. Xəbərdən sonra gələrsə bağlayıcıdır və burada ki bağlayıcı olanda özündən sonra virgül qoyulur. Ki cümlənin ortasında işləndikdə özündən əvvəl xəbər gəlməzsə ədatdır. Sən ki bunu bilirdin. Baxın, sən cümlə deyil, sözdür. Düzdürmü? Fikir bitməyib də. Bitmiş bir fikir yoxdur burada. Sən bir sözdür. Bunu bilirdin, cümlədir. Ki də gəlib. Deməli, bunların arasında. Amma cümlə və cümləni bağlamayıb. Sözlə cümlənin arasında işlənib. Bu zaman nə olacaq? Olacaq ədat. Diqqətli olaq. Yoldaşlar, bizim müdür ki, belə adam deyil. Baxaq. Yoldaşlar, bu xitabdır, müraciət bildirir. Bizim müdür, bu söz birləşməsidir. Yəni, burada cümlə görmürəm. Fikir bitməyib. Belə adam deyil, bu olsun cümlə. Amma bizim müdür söz birləşməsidir. Fikir bitməyib, bu cümlə sayılmaz. Ki bunların arasında gəlib və olacaq ədat. Yəni, görürsünüz, ki'dən öncə cümlənin xəbəri yoxdur. Bizim müdür xəbər deyil. Burada ki'dən öncə gəlmiş sən sözü xəbər deyil. Amma bağlayıcı olsaydı, özündən öncə xəbər gələrdi. Və bunlar olacaq ədat. Deməli, ki təbii ki ədat olanda virgül istəməz. Amma biz yenə deyirəm, virgülla dərs öyrənmirik, qayda öyrənmirik. Bu uğurlu metod deyil. Çünki bizə deyəcək ki, durğu işarələri buraxılmışdır. Biz qaydanı tam bilməliyik. Cümlədə ki'dən sonra virgül işarəsi olarsa bağlayıcıdır, olmazsa ədatdır. Bəli, bunu indicə ilə qeyd etdim. Bizim ki günahımız yox idi ədat. Görürsünüz? Bizim ki. Ayrı-ayrı. Kitab gətirin ki, biz də gedək bağlayıcı şəkildə. Təkrar olunan cümlələrdə ki'dən sonra virgül qoyulsa da ədatdır. Çünki bədii məqsədlə edilən təkrar nümunəsi cümlələri bir-birinə bağlamır. Bizimki də alınmır ki, alınmır. Dünya düzəlmir ki, düzəlmir baba. Bax, həmin o nümunədə düzəlmir ki, düzəlmir. O gəlmir ki, gəlmir. Bax, belə nümunələr poetik məqsədlə işlədilib, bədii məqsədlə işlədilib. Fikri qüvvətləndirmək məqsədilədir bütün bunların hamısı. Biz burada ki'dən sonra virgülü görürük. Amma ki bağlayıcıdırmı? Xeyr. Nədir? Ədatdır. Bədii məqsədlə təkrar olunub və cümlələr bir-birinə bağlamır. Bax, diqqətli olaq. Bağlasaydı olacaqdı bağlayıcı. Ki ədat kimi işləndikdə özündən sonra modal söz gələndə virgül qoyula bilər. Sən ki həqiqətən də
Səhv adamsan. Bunun ədatla heç bir aidiyyatı yoxdur. Biz bilirik ki, modal söz cümlənin ortasında gələrsə, özündən əvvəl və özündən sonra virgül qoyular. Həqiqətən sözü modal sözdür. Özündən əvvəl, baxın burada virgül qoymuşuq. Özündən sonra da yenə baxın burada həqiqətən də dərdən sonra virgül qoymuşuq. Yəni bunun ədata heç bir aidiyyatı yoxdur. Bu da gəlib düşüb nəyin yanına? Ki sözünün yanına. Amma bunun ki sözünün əlaqəsi varmı? Xeyr. Bu həm də nəyə oxşuyur? O bu əvəzliklərindən sonra virgülün qoyulması dərsində deməli modal söz gələrsə virgül qoyurduq. O əlbəttə gələcək. Belə bir məsələn nümunələrimizdə əlbəttə sözündən əvvəl və sonra virgül qoyurduq. Həmin bu virgül gəlib düşürdü o sözünün yanına. Amma həmin bu o sözlə heç bir əlaqəsi yoxdur və yaxud bu sözlə heç bir əlaqəsi yoxdur. Bu modal sözün virgülüdür. Burada da eyni ilə modal sözün virgüldür, ədatla əlaqəsi yoxdur. Yəni burada kini virgül görüb yanında bağlayıcı deməyək. Bu olacaq nə? Ədat. Bizim müəllim ki, doğrusu bunu bizə izah edib. Baxın, doğrusu sözü modaldır. Özündən əvvəl və özündən sonra virgül gəlib. Bu virgül də gəlib düşüb hansı sözün yanına? Ki sözünün. Ki sözü belə baxanda elə bilərik ki, bağlayıcıdır. Xeyr, bunu biz ədat kimi götürəcəyik. Sonra dadə. Dadə həm bağlayıcı, həm də ədat kimi işlənir. Bunları fərqləndirmək üçün diqqət edək. Dadə cümlədə iştirak məzmunu verərsə, bağlama funksiyasını yerinə yetirərsə bağlayıcıdır. Məsələn, sən də bura gəlməlisən. Yəni hamı gəlib, sən də gəl. Mən həmişə buna nə deyirəm? Həmçinin sözünü verə bilərsən. Sən də həmçinin bura gəlməlisən. Yəni bu iştirak etmiş olursan da burada. Kitab da, qələm də çantadadır. Hər iki adı çəkilən iştirak edir. Həmçinin mənasında bu olacaq. Nə? Bağlayıcı. Dadə yuxarıdakı məzmunu ifadə etmirsə ədatdır. Bura gəl də, gedək də, bu saatlı, Səbrəbad, İmişli, Aran ərazilərində, Aran bölgələrində dənə sözünə, Gəncə, Qazax, Qarabağ zonasında dana sözünə uyğun gəlir. Bura gəl dənə və yaxud da bura gəl dana. Gedək dana. Baxın, bax bu sözlərə uyğun gəlir, olur, qüvvətləndirici ədat. Cümlədən çıxaranda heç bir məna dəyişmir. Dadənin əvvəlində sasiyə gələrsə ədatdır. Bunu biz inşallah keçəcəyik harda? Tabeli mürəkkəb cümlə dərsində. O gəlsə də getmədik. Sasiyə plus dadə. Buna biz ədat deyirik. Ancaq həm bağlayıcı, həm də ədat kimi işlənir. Bunları fərqləndirmək üçün diqqət yetirək. Ancaq bağlayıcı kimi işləndikdə amma, lakin sözləri ilə eyni mənalı olur. Onların əvəz olunur. Məsələn, dediyim ancaq eşitmədi. Ancaqın əvəzinə amma verə bilərəm, lakin verə bilərəm. Qonaqlar gəldi, ancaq gec getdilər. Amma gec getdilər, lakin gec getdilər. Baxın, bunlar olacaq nə? Bağlayıcı. Ədatı olanda isə yalnız mənasında olur, məhdudlaşdırıcı funksiya daşıyır. Bugün ancaq o gəlmişdi, yəni yalnız o gəlmişdi. Mən tutalım ki, 100 nəfər işçidən 1 nəfər onu götürdüm, 99 nəfəri orada belə deyək də nəzərə almadım, götürmədim. Say azaldı. Say azaldısa deməli məhdudlaşdırma var və bu olacaq deməli məhdudlaşdırıcı ədat. Burada bayaq qeyd etmişdim mən Lalə ilə bağlı. Baxın, burada yazdım, sən çıxdın qarşıma duzla çörəklə. Biz bunu qoşma kimi qeyd etdik. Özümün də qarşılaşdığım bir məsələdir. Şagirdlərim mənə lap əvvəllər bu daha çox olub. Deyirdilər ki, müəllim, biz bunu niyə görə qoşma kimi götürürük, bağlayıcı kimi götürə bilmirik? Mən deyə bilərəm də, sən çıxdın qarşıma duz və çörəklə, la əvəzinə burada və verirəm. Bu vəni bağlayıcı kimi götürək. İzah belədir. Baxın, sən çıxdın qarşıma duz və çörəklə. Sən əgər belə deyirsənsə, düzgün iş görmürsən. Niyə? Burada la ilə var, düzdürmü? Duzla, bir də çörəklə. Sən niyə görə birinə vəni verirsən, birinə vermirsən?
Hər ikisinə bir də görək nə alınır. Sən çıxdın qarşıma duz və çörək və. Alınırmı belə bir şey? Xeyr, alınmır. Deməli, burada və-ni verə bilmirsən lalənin əvəzinə. Və nə olacaq? Bağlayıcı olmayacaq, olacaq qoşma. Və-nin üstünə xətt çəkdik burada. İkinci nümunəmizdə, baxın, duzla çörək süfrəyə gətirildi. Bəli, burada lanın əvəzinə asanlıqla və sözünü verə bilərsən. Duz və çörək süfrəyə gətirildi. Həmcins üzvləri, həmcins mübtədaları bir-birinə bağlayıb gətirildi. Nə duz, nə çörək. Burada və olacaq bağlayıcı mövqeyində iki sözü bir-birinə, iki cümlə üzvünü bir-birinə bağlamış oldu. Əgər birinci cümlə ilə bağlı yenə ürəyində sual işarəsi qalıbsa, düşünürsən ki, niyə belə olmadı? Elə oldu, belə yanaş cümləyə. Sən qarşıma duzla çıxdın. Və yaxud da sən qarşıma çörəklə çıxdın. Burada və-ni verə bilərdinmi? Xeyr. Sən qarşıma duzla çıxdın. Sən qarşıma duz və çıxdın deyə bilərsən? Qətiyyən yox. Duzla çıxdın. Duz sənin alətindir, vasitəndir. Birgəlik vasitə alət mövqeyindədir bu lalə bağlayıcısı. Və yaxud da sən qarşıma çörəklə çıxdın. Yenə də sənin əlindəki əşyanı bildirir. Vasitə alətini bildirir o. Bu mənada qoşma olacaq. Nə ilə suala cavab verir? Kim ilə, nə ilə suala cavab verirsə, bu söz olacaq qoşma. Yəni, diqqətli olaq. Başqa bir nümunədə yenə eynidir. Deməli, çiçəklərlə, güllərlə dolacaq bağım mənim. Yenə eyni sxemdə. Çiçəklər və güllər və deyə bilməzsən. Deməli, mən çiçəklər və güllərlə deyirəm. Xeyr, sən niyə görə birində saxlayıb, birində və-ni verirsən, birində vermirsən? İkisinə də eyni cür davranmaq lazımdır sözlərin. Çiçəklərlə, güllərlə dolacaq bağım mənim. Yenə bayaqki duzla çörəklə məsələsində olduğu kimi bunların hər ikisi qoşmadır. Mənim bağım çiçəklərlə dolacaq və yaxud da mənim bağım güllərlə dolacaq. Nə ilə dolacaq? Və-ni verə bilmirəm əvəzində. Bu olacaq qoşma. Əgər cümlə belə olsa, çiçəklərlə güllər otağa gözəllik verirdi. Belə olsa, və-ni asanlıqla verə bilirsən. Çiçəklər və güllər otağa gözəllik verirdi. Bu olacaq bağlayıcı. Bağlayıcı dərsi ilə bağlı, mövzusu ilə bağlı. Bu qədər. Sağ olun, salamat qalın.